Yəni bu gecə yox, sabahki gecə çox fəzilətli gecədir. Qədr gecəsindən sonra ən üstün gecə sabahki gecədir. Çox fəzilətlidir. Müqəddəratın təyin olunmasında Qədr gecəsindən əlavə bu gecənin də önəmi var. Hətta deyirlər ziyarətlər də bu gecə yazılır. Ziyarət arzusunda olanlar o gecədə dua eləsinlər, ziyarət. Başqa nə hacətləri var, dua eləsinlər. Şabaniyyə münacatını oxumaq yaxşıdır. İmam Zamanın öz ziyarəti var. 100 dəfə təsbihat ərbəyə deyə bilərsiniz. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu ekber. Bunu 100 dəfə demək olar, istiğfar eləmək olar. Öz diliyüzdən kimin gücü nəyə çatır? 2 rükətdə namaz qılıb dua eləsə işdir və ən fəzilətli əməllərdən biri, bəlkə də birincisi bu gecə bir üstü açıq yerdə hündürlüyü olsa lap yaxşı olsa, olmasa elə üstü açıq bir yerdə bir insan üzü qibləyə dayansın, sağa sola və göyə baxsın, desin Əssalamu aleykə ya Əba Abdillah, Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu. Bunu bir-iki cümlədir. Əssalamu aleykə ya Əba Abdillah, Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu. Deyir, kim bunu eləsə, elə bil Peyğəmbərlərin hamısı ilə görüşüb, onları ziyarət edib. Yəni, sabahki gecənin qədrini bilin, çox fəzilətli, gözəl gecədir, ona bərat gecəsi də deyirlər, duaların qəbul olduğu gecədir və sizin hamınızdan dua xahiş edirəm, dualarınızda bir-birinizi dua eləyin və o Həzrətin, o İmam Zaman əleyhissalamın zuhurunu, gəlişinin tezliyini Allahdan istəyək. Allah bu ayın feyzindən, sabahki gecənin feyzindən bizi binəsib eləməsin inşallah. Qarşıdan gələn bayramımız mübarək olsun. Allah hamımızı İmam Zaman ağanı gözləyənlərdən qərar versin inşallah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bütün xəstələrə şifa mərhəmət elə. Nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Dualarımızı, ibadətlərimizi qəbul elə. Bu xutbəyə gələnlərin ürəklərində nə dərdləri, nə hacətləri var, İmam Zaman əli ilə həll elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Bizi bundan artıq bir-birimizə mehriban elə.